Növbəti məsələ heyzli qadın və yaxud da ki, qeyri-müsəlman, kafir və yaxud da ki, uşaq və ya dəli olan, yəni ağlı olmayan. Yəni bunlar niyə görə? Bunların əslən niyyəti olmadığına görə misal çəkilir. Bu sinif insanlar deyək ki, qardaşlar, səfərə çıxarsa və səfər əsnasında onların müşkilləri aradan qalxarsa, onlar səfər namazı qıla bilərlər yoxsa yox? Məsələn, deyək ki, kafirdir, qeyri-müsəlmandır, yaşadığı yerdən 80 kilometr aralaşıb. Yəni bunun niyyəti yoxdur, çünki əslən bu müsəlman deyil. Və o səfər əsnasında dedi ki, mən şəhadət gətirirəm, İslam'a girirəm. Biz ona nə hökm verəcəyik? O orada səfər namazı qıla bilər yoxsa yox? Çünki bu başdan, yəni bunun niyyəti olmayıbdır. Və elm əhli buyurur ki, qardaşlar, şübhəsiz ki, bu saydığım sinifin hamısı, indi burada uşaq da misal çəkilib, uşaq yəni həddi buluğa çatmadı, səfərə çıxdı, həddi buluğa çatdı, əlamət gördü. Və yaxud da ki, dəli idi, getdi, səfər məsafəsini çatdıqda ağlı yerinə gəldi. Elm əhli buyurur ki, istisnasız, elə o məqamda da səfərə başlaya bilər. Yəni namazlarını qısalda bilər. Bəli. Və başqa bir məsələ, biz qeyd etmişdik ki, qardaşlar, haram səfərə çıxanda o rüxsətlər aradan qalxır. Yəni insan, Allah qorusun, hər hansısa bir haramı etmək üçün səfərə çıxarsa, biz deyirik ki, ona qətiyyən namazları qısaltmaq olmaz. Yəni əvvəlcə Allahdan hidayət edirik və sonra deyirik ki, bu rüxsətlərdən istifadə etmək ona olmaz. Niyə görə? Haram səfər etdiyinə görə. Yaxşı, bu insan deyək ki, haram səfərə çıxıb və evinə qaydanda evinə az qalmış, yəni bu niyyət haram niyyəti olsa da qardaşlar, bu səfərdə sayılır bu. Rüxsətdən istifadə etmək sadəcə olmaz. Yaxşı, bu evinə qayıdır, deyək ki, və sonra səfərdən evə qayıdır. Evə az qalmış, şəhərə az qalmış, 20 kilometr, 30 kilometr az qalmış, insan Allaha tövbə eləyir. Və deyir ki, ya Rabbi, məni bağışla, bütün bu haramdan, səfərə haram üçün çıxmağımdan, bu niyyətimdən sənə tövbə edirəm. Bu insan artıq səfər məsafəsi azdır. Bu insan səfər namazı qıla bilərmi? Cavab odur ki, elm əhli buyurur ki, qıla bilməz. Çünki niyə görə? İlləti odur ki, məsafə az qaldığına görə, 20 kilometr qaldığına görə. Artıq o səfər məsafəsindən düşdüyünə görə. Lakin səfərdədirsə, səfərdə tövbə edərsə, artıq səfərdə tövbə etdikdən sonra o rüxsətlər ona qayıdır, tamamı. Namazları qısalda bilər, cəm edə bilər, oruç tutsa iftar edə bilər və s.